Yəni bir kənardan tamaşaçı kimi, Vaqif müəllimi tanıyan bir adam kimi filmə baxanda daha çox nəyin işıqlanmasını istəyərdiniz? Vaqif müəllimin qayğıkeşliyi, xeyirxahlığı, səmimiliyi, doğruluğu, evlatlarına, ailəsinə düşkünlüyü, ən böyük, ən çox da məsələn işıqlandırılmasını istədiyim olar ki, bu o dövrün doğrudan da köhnə kişilərinin əksəriyyətinə xas olan qeyrəti, belə deyim, əxlaqı. Bunların hamısını mən elə sonraki nəslin də belə geniş planda bilməyini istərdim. Sakit təbiətli adamdır. Öz dünya görüşündən məşğul olan adamdır. 200 metr sonra sağa dönün. Kənddə, eldə, obada müsbət xarakterli hərəkətlərlə seçilir. Təvəzzükarlığı, ədalət, haqq, insanlar bir-birinin haqqını yeməmə, bunlar bizə aşıladığı şeylərdir. Mehriban insandır. Bilmir ki, neynəsin ki, onun ətrafında olan insanlar belə də onlar üçün xoş olsun. Bax, belə bir kişidir. Həmişə insanlara yardım eləməyini görmüşəm. Nəyəsə gücü çatırsa, həmişə çalışıb dəstək olsun. Ona görə həmişə hörmət qazanıb bu eldə obadan. Çox tərbiyəli, çox təvazökar, səmimi, sadə, hamıya öz dilində yanaşmağı bacaran. Məktəbinə, müəlliminə layiq bir müəllimlər müəllimidir. Gözəl atadır, gözəl həyat yoldaşıdır, gözəl babadır. Oturuşunda, duruşunda, onun danışığında görürsən ki, bu adam dərin zəkaya malik bir insandır. Bu eldə, obada, rayonda belə bir hörmət qazanmış bir kişinin evladıyam. Mənim üçün fəxrdir bu. Çox mərd adamdır, çox düzgün adamdır. Onun nəfəsi daima bizim ailəmizin üstündə olubdur. Bizə zəhməti öyrədib, bizə haqq ədaləti öyrədib, həyatda ayaq üstə tək qalmağı öyrədib. Bura Qazax mahalının tatlı kəndidir. Dağların qoynunda, zamanın əl dəymədiyi bir məkan. Yolları qışın qarından, yayda çiçəklərin ətrindən tanınır. Bu torpaqda səhərlər quşların səsi ilə oyanır. Axşamlar isə samavarların buxarı ilə rahatlanır. Burada hər nəfəs dağ havasının təravəti, hər damla su bulağın şəffaflığıdır. Bu kəndin insanları da torpaq kimi təmiz, suyu kimi şəffafdır. Söhbətləri şeir kimi axar, baxışlarında sözün, sazın köhnə sehrini görərsən. Poeziya burada yalnız kitab səhifələrində deyil. Həyətin söhbətində, quşların nəğməsində,
qapı ağzında yığışan qonşuların salamında yaşayır. Bura elə bir yerdir ki, uşaqkən eşitdiyin bayatı, gənc ikən dinlədiyin dastan yaşlandıqca ömrünün yaddaşına çevrilir. Bu torpaq onlarla şair, yazıcı, saz-söz ustası, elm adamları yetişdirib. Onların hər biri bu dağların havası ilə nəfəs alıb, burada axan çayların səsi ilə böyüyüb. Və bu kəndin bir övladı da var ki, o yalnız bu kəndin deyil, bu mahalın, bu dağların ümumiləşdirilmiş obrazıdır desək, yanılmarıq. 80 ilini geridə qoyduğu ömrünün 40 ilini tarix və ədəbiyyat müəllimi işləyir. Məktəb onun üçün sadəcə iş yeri deyildi. O məktəbi bir ömürlük məbəd kimi sevdi. Hər dərsi bir toxum kimi torpağa səpdi, hər şagirdi bir fidan kimi böyütdü. Onun dərs dediyi siniflərdən çıxan uşaqlar indi ölkənin hər yerində yaşayır. Amma hamısının qəlbində onun səsi, onun təbəssümü, onun nəsihəti var. O həm də şairdir. 15 kitabın, yüzlərlə şeirin müəllifidir. Amma sözün ən gözəlini dərslərində tapıb, şeirin ən təsirlisini şagirdlərinin daleyində yazıb. Elə dərslər var ki, illər keçsə də davam edir. Müəllim sinifdən çıxsa da, səsi hələ də şagirdlərinin hafizəsində eşidilir. O dərslər indi kitab vərəqlərində deyil, insanların həyat yollarında yaşayır. Bəzən susmaq da bir dərsdir. Sözsüz, səssiz, amma təsirli. Və bu səssizlikdə onun illərlə söylədiyi bir kəlmə yenidən səslənir. Bu, ömrün ən uzun, ən sadiq dərsidir. Səssiz dərs. Yenidən doğulsam müəllim olardım. Ona görə ki, müəllim adı ən yüksək addır və pedaqoglardan birinin dərs vaxtı dərsə gecikir. Onu sonra soruşur ki, müəllim, sən nəyə görə gecikdin bu günləri dərsə? O pedaqog cavab verir ki, qarşıda müəllimim gedirdi, onu keçə bilmədim. Allah sizler var eləsin. Bura mənim ata yurdumdur. Mən bu ailədə burada böyümüşəm. İndi başqa yerə köçsən də həmişə buranın həsrəti ilə yaşayıram. ...1945-ci il avqust ayının 18-də Ağstafa rayonunun Tatlı kəndində anadan olmuşam. Valideynlərim məndən ötürü çox yüksək bir zirvə idi.
Atam sakit təbiətli, ağır şəkili adam idi. Söz deməyə adam utanırdı, amma o qədər sadə adam idi ki, hər bir uşağın da belə söhbətinə, sözünə fikir verirdi, qulaq verirdi. Həyatda ən düzgün adam idi. Yəni, o heç vaxtı sevməzdi yalan danışmağı. Bir qadir işləyib babam, Əli babam. Çox səbirli, çox sakit bir insan olub. O qədər əxlaqlı, o qədər, nə bilim, bir yerdə o adamı qoyurdun, 2 saat bir yerdə gəlib görürdün, yenə o 2 saat yerdə tərpənməyib. O suyu belə istəməyə utanıb ki, mən başqa evdə qonaq gəlmişəm, qoy gəlib görəcəklər, məndən nəsə istəyəndə istəyərəm suyu, çayı. Yəni, o tamam başqa bir insan olub. Uşaqlarla pero oynadıq. Qaydanda bu hardansa atam eşitmişdi. Məndən soruşdu ki, oğul, sən deyirlər ki, düzgün yolda deyilsən. Dedim, niyə ata? Dedi ki, pero oynayırsan. Dedim, yox, oynamamışam. Eləcə onlara fikir vermişəm. Dedi, get, yaxşı fikirləş. Gör, sənə o uşaqların dediyimi xeyr eləyir, mənim dediyimi. Heç vaxtı əlinə yad cisim alma günə. Və bildim ki, atam doğrudan da düzünü atam deyirdi. ...2003-cü ildə atamı itirdim. 2009-cu ildə də anamı itirmişəm. Sən köçəndən artıq dəyişib dünyam, sanki bu mühitə əvvəldən yadam. Ömür sarayım da göynəyir müdam, indi şikayətə gəlmişəm ata, səni ziyarətə gəlmişəm ata. Gözə görünməyir müftə yeyənlər, dost deyib yalandan üzə gülənlər, vicdanı unudub işi əyənlər, incidib qəlbimi bilmişəm ata, səni ziyarətə gəlmişəm ata. Burada müqəddəsdir torpağın daşın, heyf tanımayır qardaşı, ürəkləri yaxır hər məzar daşı, duyaraq heyrətə gəlmişəm ata, səni ziyarətə gəlmişəm ata. Vaqifin də artıq çatıb zamanı, sabaha qalmayıb daha gümanı, daim xatırlayır fani dünyanı, sənə məsləhətə gəlmişəm ata, səni ziyarətə gəlmişəm ata. Atam Böyük Vətən müharibəsi iştirakçısı olub, axırda əlil kimi vətənə qayıdıb. Anam evdar qadın olub, amma qəhrəman ana olub. 10 uşaq böyüdübdü. İndi ikisi həyatda yoxdur, 8-i yaşayır. Biz həmişə atamızın dediyindən getmişik. Düzdür, ata çətin günlər görübdü. Hər şeydən də əvvəl kolxozda öz şəxsi biliyinə görə hesabdar müavini, nə bilim, kənd sovet sədrinin müavini vəzifələrində çalışıbdı. Amma buna baxmayaraq, yenə eli obanı mənəviyyətcə həmişə unutmayıb, təmiz saxlayıbdır. Adı qorumaqla bərabər həmişə hər yerdə öz balalarını da o işə düzgün istiqamət verib göndərirdi. Mən sevinirəm ki, o babamı da görmüşəm. O babamla hətta nərdə oynamışam. Onu da öyrədib mənə. O babamın dostlarını görmüşəm. Rəhmətli Şəmistan babam. Bir də babam həmişə cibində mənə nəsə bizə gələndə, ya mən onlara gedəndə mütləq bir hədiyyəsi olurdu. Ya bir armud, ya bir heyva, ya bir alma. Ayrıca adıma ağaçlar vermişdi ki, bax bu cöz ağacı anarındır,
Ona həmişə mənim ağacım kimi, bir də sonra biz bura köçəndən sonra biz çırpırdıq onu, özümüz ayrıca gətirdik. Bu armud ağacı anarındır. 4 qardaşıyıq, böyüyümüz Vaqif müəllimdir. Kiçiklər də mənəm, indi o birisilər də ortada, amma ailəmiz böyük olub. Ailəmiz 10 nəfər olubdur. 6 bacı, 4 qardaş olmuşuq. Vaqif müəllimin gözəl bacıları var idi. Bir ikisi dünyasını dəyişib, Allah rəhmət eləsin. Yaxşı bacısı uşaqları var, qardaş evladları var. Qardaşının biri Hamlet müəllimdir, biri Həmzə müəllimdir. Biri də Bakıda yaşayır, Nizami adında qardaşları var Vaqif müəllimin. Hamısı bir-birinə mehriban, hamısı bir-birinə dayaq. Səmimi ailə münasibətləri var qardaş bacılar arasında. Orta məktəbdə əlaçı olmuşam. Atam həmişə müşahidə edirdi. Bizim riyaziyyat müəllimi var idi. Bütün sinifdə uşaqları yığıb söhbət eləyəndə həmişə məni nümunə göstərərdi ki, onun kimi oxuyun, onun kimi olun, onun tərbiyədə olun. Və müəllimlərim özləri də həmişə mənimlə fəxr edirdi. Ata funksiyasını atadan başqa heç kim yerinə yetirə bilməz. Amma ata əvəzi, yəni atadan sonra bizə arxa dayaq durub, qardaşa, bacıya kömək eləyib, düz yol göstərən məsləhətçimiz Vaqif müəllim. Vaqifin qaynatası, qaynanəsi Taxtalı kənd orta məktəbinin müəllimi olub. Onun qaynatası uzun müddət məktəbin direktoru olub. Deyim ki, rayonun ən savadlı ədəbiyyat müəllimi Məhərrəmov Çərkəz müəllimi idi. Ən çətin yazılar, mübahisəli, medala təqdim olunan inşa yazılar və ilahi bunlar mübahisə törədəndə Çərkəz müəllim dəvət olunurdu, onları yoxlayırdı, rəy verirdi. O belə savadlı insanlar idi. Qaynanəsi də riyaziyyat müəlliməsi idi, yəni orta məktəbdə sinifləri dərsləyirdi. Atam indi Gəncəbasar zonasında hamı tanıyır, çox savadlı, çox, indi mən nə desəm ona az olar, mən söz də tapamaram deməyə, hamımızın həm atamız olub, həm müəllimimiz olub, həm böyüyümüz, hər cür onu biz elə bil, əstağfurullah, Allahımız bilmişik. ...1952-ci ildə Tatlıq Orta Məktəbinin 1-ci sinifinə qəbul olundum. 1962-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutuna iş verdim. 67-ci ildə həmin institutu bitirdim. Tarix Filoloji fakültəsini, o biri fakültələr 4 illik idi. Mənim oxuduğum fakültə 5 illik idi. 5 il oxudum. 67-ci ildə ali məktəbi bitirdim. O dövrdə 67-ci ildə biraz bu institut, ondan sonra oxumaq, təhsil, əskərlik həqiqi də kənddə əhali az idi, böyük bir göstərici demək olar. Göstərici idi. Vaqif müəllim instituta girib 62-ci ildə. Əl kişinin oğlu institutu bitirir, bir şadlıq eləyir. Biz də kiçik qardaşlar da istər-istəməz biz də onu özümüzə örnək bilmişik. Zaman dərsləri bitirir, amma müəllimi bitirmir. Bu sinifdə illər öncə səs vardı. Gənc səslər, suallar, xəyallar. İndi isə o səslər yaş alıb geri qayıdır. Onlar şagird deyirlər artıq. Amma müəllim masasının qarşısında yenə də eyni hörmətlə dayanırlar. Çünki insan böyüsə də onu formalaşdıran müəllimin qarşısında həmişə biraz uşaq qalır. Vaqif müəllim bu gün tək deyil. Onun dərsləri canlı şəkildə addım-addım yenidən sinifə daxil olur. 1967-ci ildə Tatlıq Orta Məktəbinə tarix ədəbiyyat müəllimi təyin olundum. Bax, o ilk sinifə girdiyiniz anı necə xatırlayırsınız?
Valla ilk sinifə girdiyim anı məndən ötürü çox böyük təsir bağışladı və elə bilirdim ki, quş kimi göylərdə uçuram. Qəlbimdə elə bir yumşaqlıq, elə bir duyğu əmələ gəlmişdi ki, o günümə olduqca sevinirdim. 1967-ci ildən sonra məni hərbiyə çağırdılar. 67-68-ci il hərbidə oldum. Leytenant rütbəsi ilə vətənə qayıtdım. Siz təsəvvür edin, əskərliklə bəlkə onun ailə üzvləri ilə darıxmırdı ondan ötürü. Biz darıxırdıq görün müəllimimizdə var gələcək. Bir şey deyirəm, bu kövrəlməsəm yaxşı olar. Mən insanın həyatında yalanları da olur, düzləri də olur. Vaxt olur ki, həyatımda evdə nəysə yalan danışmaq istəyirəm, şirin yalan da olsa. Ancaq qarşımda Vaqif müəllim görürəm. Çünki bir gün sinifdə bir hadisə baş vermişdi. Uşaqların hamısını müəllim bir dinlədi. Qaldırdı bir ay. Alidə sən de, Allah rəhmət etsin, sədaqət var. Sədaqət sən de, o biri ham deydi. Mən də beycə oturmuşam. Ərkələnirəm də. Bilirəm ki, nəticə məndəyən olacaq. Sonra dedi ki, qaldır mənim o uşaqlarımdan. Dedi, qalx sən də görün. Qalxdım dedim. Dedi, bilirəm ki, sən yalan deməyəcəksən. Demək, yalan demək istəsən də, möhürünü vurdu ki, düz deməlisən. Bax, indi ona görə təşəkkür edirəm ki, mən evdə uşaqlara da deyirəm ki, dilinizi yalana öyrətməyin. Mən o məktəbdə yeni olanda çox sıxılmışam. Ona görə sıxılmışam ki, hər addımıma diqqət eləmək məcburiyyətində olmuşam. Başqasının bir dəcəlliyi olduqda belə bizi tənbihləyib ki, insanlara, yəni öz övladının üstündə ədaləti qurur baxımından. Elə şeylər var ki, bizlər onu 20 il, 30 il sonra anlamışıq. Bir günləri direktor dedi ki, mən də zabitçiyəm, həm də dərsə gedirəm. Dedi, Vaqif müəllim, dedim, ha. Dedi, sizin uşaqlar, dedi, sən burada olmayanda çölə çıxırlar. Gəzirlər məktəbi, oyun göstərirlər. Mən də dedim ki, sahib də olur deydimi? Sahib mənim oğlumdur, ikinci oğlum, hə. Dedi, hə. Gəldim uşaqlar, o bir gün keçdi, gəlib ikinci dəfə dərsə gedəndə. Uşaqların qadını çəkdim, əzbər bilirdim, biri də sahibin çıxdı. Birinci şapalaq sahibi açıldı. O bir uşaqlar da məzəmmət elədim, heç bəlkə də vurmadım, elətmədim. Keçdi, oturdu. O sahibin qulağında qaldı ki, sonra dedim, üzünə izah elədim ki, mən birinci səni vurmasam, özümü görənmərəm. Məni tanımazlar ki, onda mən də başını sağlayayım ki, yaxşı eləyibsən, onun xeyri varmı? Evdə də olanda, məktəbdə də olanda həmişə bizə aşılı idi ki, birinci biz evladları olaraq nümunəvi olmalıdır. Birinci iradlarını bizə bildirirdi ki, biz o məsuliyyəti digər uşaqlara da aşılayırdıq ki, yəni papamın dərsində sakit olmaq lazımdır. Anar da əlaçı yaxşı oxuyurdu. İnandırım, hətta o biri uşaqlara bir zad olanda Anara çatası mükafatı deyirdim filan kəsə ver. Filan kəsin qadını çəkdim, hamısı məhtəl qalır ki, bu filan kəs oxuyan deyildi, bunu niyə Anara vermədi, Cavidə vermədi belə. Yəni, onlarda da müsbət tərbiyəni öz hərəkətimlə qazanmışam. Bizim nümunəvi olmamağımız bəlkə də hardasa papamda da müəyyən məhdudiyyətlər yaradardı ki, öz evladında bu iradlar var, niyə bizə bu iradə edir? Hansısa bir yerə də gedəndə biz məsuliyyət hiss edirik ki, biz filan kəsin Vaqif müəllimin övladıyıq. Yəni, hansısa bir hərəkəti deyiləndə ondan çəkinmişik ki, bizim valideynlərimizin söz gələ bilər. Zəhiminlə bərabər uşaqlar onu çox istəyirdi. Bir neçə dəqiqədən sonra artıq hamımızdan o zəhim gedirdi, özümüzü unudurduq. Birdən-birə elə bir vəziyyət yaranırdı ki, sinifdə artıq bir də o dərsin, o 45 dəqiqənin necə gəlib getdiyini də unutdurdu. Və bizim öz dilimizdə bizə başa salırdı bütün o 45 dəqiqədə keçəcək dərsi. Mən dərs dediyiniz şagirdlərlə dostluq elədiyiniz adamlar vardı. Var, hamısından. Hamısından mən
Bir dənə mənim danışmadığım ya söhbət eləmədiyimiz fikrimi ona çatdırmadığım adam olmayıb deyil. Kənddə demək bütün gənclər də öyrənirlər, görürlər də. Gəlir çayxanaya, görür ki, hamı orada mənə qayğı göstərir. Onlar da onu sevirlər. Mənim sinif yoldaşlarım olan da olub, məktəbdə oxuyanlar da olub. Bu gün də belə bir məclislər olur, xeyir olur, şər olur. Atama yaxınlaşıb ona gəlib mütləq salam verirlər, keyfini soruşurlar. Onunla ünsiyyət qururlar, gedirlər. O məni çox sevindirir ki, deməli bunu atam bu hörməti qazanıb və o da məni çox göylərə qaldırır. İllər boyu Vaqif müəllimin bu şagirdlərinin deməli yoluna işıq, qəlblərinə nur salmış bir pedaqoqdur. Və bu gün də istər Respublikadan kənarda Vaqif müəllimin həmin o yetirmələri müvafiq deməli işlərdə işləyir və Vaqif müəllimi çox fəxrlə yad edirlər və Vaqif müəllim də bundan çox qürur duyur. Yəni pedaqoq kimi doğrudan da Vaqif müəllim bu gün örnək olası bir pedaqoqdur. Elə insanlar var ki, onlar vəzifədə işləyir, vəzifədə ola-ola gələndə də məni tütüyə kimi qəbul edirlər. Yəni mən getməmişdən özləri axtarıb gəlirlər. Günü bugün hansı dərs dediyi uşaqdan söhbət düşəndə Vaqif müəllim haqqında deyir ki, müəllim o idi. Düzgün oxumağı, danışıq qabiliyyətini hamısını siz öyrədirsiniz, sizdən öyrənmişik. Və bu gün də onlardan istifadə edirik. Heç olmasa bir 5 yoldaşımızın içində seçilirik sizin öyrətdiyinizlə. Mənə öz ixtisasımı, öz peşəmi sevdirən insanım. Bizə tarix dərsi deyib Vaqif müəllim. İndiyə kimi yadımdadır, bir dəfə gəldi, dedi ki, sən gərək el oxuyasan ki, sizin nəsil hamısı oxuyandır. Amma sən gərək ayrı cür oxuyasan. 9-cu sinifdə oxurduq, səhv eləmirəmsə. Ondan bu yana mən sırf tarixə yönəldim, tarix oxudum. Ali məktəbə də qəbul oldum. Bakıdan gələndə birinci düşən kimi Vaqif müəllimcilə getmişəm. Dedim Vaqif müəllim, gözünüz aydın olsun, mən tarix faktorasına qəbul oldum. Bu kənddən çıxan nazirlərimiz, alimlərimiz var həddən ziyada. Vaqif müəllim də onlardan sonraki davamçılarından biridir. Vaqif müəllim canı sağ olsun, rayon səviyyəsində fəxri adı da var Vaqif müəllim ki, Vaqif müəllim əməkdar müəllimdir. Vaqif müəllim pedaqoji fəaliyyəti də diqqətə layiq olub. Həmişə hörmətlə rayon miqyasında yaxşı müəllimlər konferanslarında, Respublika müəllimlər qurultayında nümayəndə olub. Fəxrət dadı da var. Bu məktəbdə həm şagird olmuşam, həm müəllim olmuşam. Şagird olanda da, müəllim olanda da bircə bu tərif üçün yox, bir anı gözləmişəm ki, hardasa yüksək insanlar, özünü dərk edən insanlar, həyatı başa düşən insanlar qoy həmişə elimizdə, ovamızda çox olsun. Onların addımlarıyla, onların izləri ilə gedək. Vaqif müəllim təkcə pedaqoq deyil, sözün həqiqi mənasında nüfuz sahibidir. Əməkdar müəllim və el ağsaqqalı kimi həm respublika, həm də region səviyyəsində keçirilən rəsmi tədbirlərə dəvət alır, çıxışlar edir. Onun kitablarının təqdimat mərasimləri keçirilir, əməyinə dəyər verilir. Müxtəlif diplomlar, fəxri fərmanlar bu yolun rəsmi ifadəsidir. Amma Vaqif müəllim üçün ən böyük mükafat insanların hörməti və etimadıdır. Sizi uzun müddətli səmərəli pedaqoji fəaliyyətiniz, 60 illik yubileyiniz, ilk kitabınızın təqdimatı münasibəti ilə təbrik edir. Sizə uzun ömür, can sağlığı, ailə saadəti, yeni yaradıcılıq uğurları arzulayıram. İmza məktəbin direktoru Həsənov. Tədrisə olan tələbkarlığı, eyni zamanda sözə verdiyi dəyər və onun həyat fəlsəfəsi üçü birlikdə birləşir, Vaqif müəllim üçün bir dəyərli, ziyalı obraz yaradır. Bizim bütün qardaşlarıma, bütün hətta nəvələrinə belə bu günləri
ancaq onun istəyi olub ki, bax siz oxuyun, savadlı olun. Kimisə analiz eləyəndə atam, deyəndə bu kimisə haqqında danışılanda, birinci atam deyir, hə, o filan kəsin oğludur, o savadlıdır, o oxuyurdu. Və yaxud da ki, yox, o oxumadı. Bu formada hamıya atam biliyinlə, savadınla qiymət verirdi. Ona görə çox tələbkar idi ki, oxuyaq. Hər ikisi ümumiyyətlə hamımıza dərsləyib və hər zaman o belə deyim, pas formasında gedibdi. Ya atam sinif rəhbərimiz olub, ya anam, ya xalam, ya xalamın yoldaşı, belə söyləyim, təhsilimizi belə nəzarətsiz buraxmayıblar. Vaqif müəllim və Qənirə xanım həm məktəbdə, həm də həyatda nümunəvi müəllim olublar. Onların qayğısı və sevgisi evdəki sadə anlarda da özünü göstərirdi. Övladlara olan diqqətləri bir-birinə olan hörmət və məhəbbətlə eyni tellərlə bağlıdır. Zamanla bu sevgi həyat yoldaşına olan dərin hisslərlə birləşir. Bəzən sevgi illərlə ölçülmür. O bir baxışla başlayır və ömrün sonuna qədər səssizcə davam edir. Sevgi zamanla qocalmır. Sadəcə sakitləşir, dərinləşir və daha saf olur. Sevməyi daha çox sevirsiniz, yoxsa sevilməyi? Mən sevməyi daha çox sevirəm. Ona görə ki, o mənim öz daxili aləmimdə pişib çıxır, şöyle. Sevilmək də xalq əgər məndə yaxşı cəhət görürsə, sevəcəkdilər. Amma mən sevdiyim, mən demək, dediklərim başqalarından elə başa düşürəm ki, üstündür. Ona görə mən sevməyi üstün tuturam. Bəzən ömür kitabında ən gözəl səhifə bir baxışla başlayar. Vaqif müəllim institutdan sonra doğma kəndinə qayıtdı. Dərs dediyi siniflərdən birində bir şagirdin baxışlarında öz ömrünün ən böyük hekayəsini tapdı. O, Qənirə idi. Adı kimi zərif, baxışı kimi dərin. Vaqif müəllim bizə ədəbiyyat dərsi deməyə gəldi. Atam ədəbiyyat müəllimi idi, onu əvəz etmək üçün sinifdən xaric oxuydu. Həmin günü dərsimiz. Mən bu Bəxtiyar Vahabzadənin Vicdan Susanda belə bir əsəri var, o əsər deyərdim. Əlimi qaldırdım mən əlimi qaldıranda bu çağırdı məni. Biz onda yazı taxtasının qabağında dərsi orada danışırıq. Bu şeiri axıra qədər danışdım. Bir də gördük zəng vuruldu. 45 dəqiqə qutardı. Mənim Vaqif müəllimi yana görməyim, ilk tanışlığım bax belə olub. 27 yaşında evlənmişəm mən. Yoldaşıma orta məktəbdə dərs demişəm. Sevmişəm, o da 3 il o vaxtda kimya fakültəsi qiyabi yox idi, əyani idi hamısı. Mümkün olmadı toy eləməyə. Ona görə də onu gözlədim mən 27 yaşıma qədər. Yoxsa 24-23 yaşında mən evlənəcəydim. 1972-ci ildə toyumuz oldu. Tələbə vaxtı mən bilmirdim, bu Qənirə müəllimlə evlənəcək. Mən nişanlı getmişəm. Öz yoldaşımla nişanlı olmuşam, institutda oxuyuram. Bu məktəbi qutardı, gəldi, burada müəllim işləyəndə vurulubdu Qənirəyə. Gəldi məktəbdə tərdən taxtı vuruldu da mı? Məni kimi buradan vurulub getməmişdi. İnstituta girəndən sonra mənə xəbər gəldi ki, valideynlərin tərəfindən bəs bizə belə-belə filan yerdən elçilər gəlib, sənin fikrini bilmək istəyirik. Anam da mənə o vaxt telefon zad yox idi, məktub yazdı. Məktub yazdı ki, atam da deyir ki, mənim fikrimi bilmək istəyirsə, mən razıyam bu işə. Atamın bir sözünü ki eləmək, nə fikrimiz olmayıb, nə də eləyə bilməzdik, eləyə də bilməmişik. Mən susdum. Bunlar mənə yendilər. Atam dedi, mən onu versəm də şərtlə verərəm ki, institutu qutarmamış, belə bir toy zat haqda belə bir söhbət ola bilməz. 4 ildə mən oxudum, qutardım.
Sonra toyumuz oldu. Heç vaxt peşman olmadım. Mən ondan bir evlatlarımın atası kimi, bir ailə başçısı kimi, bir həyat yoldaşı kimi heç bir vaxt onunla mən narazı qalmadım. Bu addımıma da peşman olmadım. İllər keçdi. Bu baxışlar ömürlük yaddaş oldu. 4 oğul böyüdü, yüzlərlə şagird yetişdi. Və indi səssiz bir sinifdə bir ömür boyu danışan o baxışlar yenidən görüşür. Sözsüz, sükutla, amma hər kəlmədən güclü baxışlar. Qəlbində, ruhunda həmişə mənə qarşı gənclik sevgisi olubdu. O da məni, mən də onu doğrudan da yüksək dərəcədə sevirəm. O sevgisini heç zaman hiss elətdirməyib anama. Hər yerdə böyük bir məsafə saxlayıb anamla, bizlə də. Mən deyirdim ki, bəs necə ola bilər? Atam niyə anamın düşməni deyil ki? Niyə belə şeylər bu formada rəftar eləyir anamla? Niyə belə əziyyət verir anama? Əslində qalanda biz onu əziyyət kimi bilirdik. Amma o əziyyət, anam da onu əziyyət kimi görmürdü. Amma mən sonralar baxırdım ki, anamda da elə bir şərti refleks yaranıb. Atam o istədiyi şeyləri gec istəyəndə anam darıxır elə bil ki, niyə məndən bunları istəmirsən? Onun o boyda əziyyətlərini mənə çəkdiyi əziyyətləri elə təkcə 5 ildir protezlə hərlənirəm. Heç nə ilə əvəz edə bilmirəm. Mamanın özünə şəxsən qayğı lazım. Nə qədər biz desək də ki, mama sən daha səhhətinlə bağlananda da yəni problemlər var. Deyir ki, yəni sənin də səhhətində problemlər var, narahat olma özünə, nə lazımdır. Nə qədər desən də insanın özünə nasıl deyil, neçə ildir ömür gün yoldaşlardır. Yəni istər-istəməz özü diqqət eləyir, nəzər eləyir. Yəni deyir ki, dərmanlı mı falan mı, nəyinizə içdimi, belə çox narahatçı. O barədə mamam daha çox atama bağlıdır. Hətta Vaqif müəllimin adicə bir həkim müayinəsinə gəlir. Heç orada Qənirə xanımın gəlməyə ehtiyac yoxdur. Amma Qənirə xanım onu ürəyi durmur, özü Vaqif müəllimi gətirir, özü müayinə olur. Ondan sonra indi Vaqif müəllim deyir, ay Qənirə, bəlkə gəlmişkən bir səni də bir doktora bir müayinə elətdirək. Bu şeydir. Yəni bu bunların arasında olan sevgidir, məhəbbətdir. Bu və ətrafdakılara da, xüsusən gənclərə də bu bir örnəkdir. Son vaxtlar o da ağrıyır da, ağrısı var. Mən də ağrıyıram. Bakıya gedəsə, inan o gedib gələnə qədər o 2 günü mən telefonun dadında nə oldu, necə oldu, yəni onu buraxmıram. Onlar bir-birlərini çox tamamlayırlar. Birini o birisiz düşünmək qeyri-mümkündür. Məsələn, qaynanamı götürək harasa aparaq, gedək və yaxud nəsə, inansız qaynanam istəmir. Yox ki, yox. Ona görə yox ki, mənim qaynatam protiv olacaq ona, yox. Sadəcə düşünür ki, yox, o məsələn, birdən onun nəyinisə düz eləməzlər, birdən yeməyini vaxtında verməzlər, birdən nə bilim dərmanını vaxtında verməzlər. Qayğıya görə, ona verdiyi qayğıya görə o hətta özünü də qurban verir. Qaynatam ona görə də çox xoşbəxtdir ki, o cürünə həyat yoldaşı vardı. Mənim qaynanam, qaynatamın həyatda doğrudan da jackpotudur. Son vaxtlar bizim ailənin heç birimizin gözləmədiyimiz halda bu özünün dilindən desək, bu şəkər, yəni o ona zəhər xəstəliyi deyir. O zəhər xəstəliyi
Biraz onu belə bizi də onu da çox ağır bir imtahana çəkdi. Silkələdi ailəmizi. Onu mən belə sakitliklə danışa bilmirəm. Yenə çox şükür, bu günə də şükür. Evladlarının həmişə Allah başlarından töksün, həmişə arzularına çatdırsın. Onların sayəsində Vaqif müəllimə nə lazım idi? Nə lazım idi artıqlamasından? Olunmalıydı, olundu da halal xoş olsun. Borcumuz idi. Atam xəstə olanda anam orada sona qədər atamı buraxmadı. Sona qədər savaşdı, həkimlərlə savaşdı, bizlə savaşdı. Anam orada bir nüans oldu. Atam orada o əməliyyatı keçirməli idi. Anam orada çox böyük dirənç göstərdi, onun olunmasını qoymadı. Mən axı dedim, mama, bu olmalıdır. Olmasa, bax, yenə öz əziyyət çəkəcəksən. Dedik, yox, mən əziyyət çəkərəm, amma bunu istəmirəm olsun bu formada. Amma orada mən tam olaraq əmin oldum ki, anam doğrudan da atamı bizdən çox istəyirmiş. Və onu bu qədər vaxta kimi bizə hiss etdirmədən eləyib. Hətta o xəstə olan dövründə belə mən gedirdim, deyirdim ki, bugün mən gecə yanında, papam gecələr yata bilmirdi, nə bilim, dərmanı olurdu ki, onu belə mamam bizə həvalə eləmirdi. Mamam demək olar ki, 3 ay, 5 aydan da bəlkə çox, gündüzlər 2 saat, 3 saat yuxu yatardı, gecələr mamam oyaq olardı, papamın yanında olardı daima. Gənclik sevgisi heç vaxt yaddan çıxmır, amma indiki sevgi məndə bu vəziyyətimlə əlaqədar daha da yüksəlibdir. Ona qarşı məhəbbətim daha da çoxdur. Dərin xəyallara dalıram hərdən, səni düşünürəm, səni ay qohum. Neçə illər keçmiş artıq ömürdən, arxada qalıbdı gənclik ay qohum. Necə də gözəldin, bax gəncliyində, söhbətin gəzirdi toyda, düyündə. Sənə yaxın idim könül evində, bunu hiss edirdin, ödün ay qohum. Mən də misalin üçün çox əlləşirdim, cavanlıq eşqimlə cövlan edirdim. Məcnun fikirliydim, leyli gəzirdim, onda anlayırdım eşqi ay qohum. Axır ki düşündün, qismətim oldun, anamın sevimli gəlini oldun. Qohumum, qardaşım, gərəyi oldun, alın yazısıdır, bu da ay qohum. Qeyri-adi bir qadındır, qeyri-adi bir anadır, fədakar anadır, çox gözəl xanımdır, ailəsi üçün, yoldaşı üçün, övladları üçün yaşayan bir qadındır. Mənim ona çox böyük hörmətim var. Mən Qənirə xanımla hər dəfə oturub söhbət eləyəndə, görüşəndə onun çox şeylər götürürüm. O uşaqların birinin əyağına daş dəyincə deyirdi mənim ürəyimə dəysin. Elə anadır. Özü də bu saatın özündə də o 4 uşaqların 4'ünün də ayrı-ayrı nizam həm ailəsinə, həm öz tövsiyəsindən bir yerdə hər şey veribdi. O balaların heç biri hələ mən görməmişəm ki, Qənirə ilə üz-üzə gələrlər, ya deyərlər ki, mama, bunu niyə bellədin? Ya maması onlara deyər ki, bunu niyə elədin? Çünki həm istiqaməti bu qadın düzgün verir, həm də ki, evladı öz ürəyində yaşadır. Elə bizim hamımızın buralara gəlməyində atamla bərabər anamın çox böyük rolu var. Evdə bir qız evlad olanda sevincli olmur ki, qız evladı kömək. Amma mənim anam, inanın, həm 8 saat, 10 saat dərs deyib, həm də 5 kişiyə qulluq edib, illərlə. Bax, inanın, biz evləndikdən sonra da bizə qulluq, hələ də. Mənim qaynanamın elə özünə aparmağı da, elə ailəyə münasibəti də, həyat yoldaşına münasibəti də bu bizim hamımıza örnəkdir. Tək məsələn, onun ailəsində olan gəlinlərə yox, onun nəvələrinə də, onun ətrafına da, qonşularına da, qohumlara da. O həqiqətən də, məsələn, mənim qaynanam
bir dənə kitabdır. Önemli olan biz övladlarımıza da koyduğumuz irs, koyduğumuz ya daha doğrusu aşıladığımız tərbiyə, əxlaq həqiqətən atamdan gələndir. Anamdan öyrəndiklərimiz gözəlliklərdir ki, ona da sevinirik. Doğrudan da bizdən törəyənlər artıq yəni o belə söyləyim, o istiliyə, o həssaslığa, o əxlaqa, o mədəniyyətə alışıblar. Bu sarıdan çox şanslıyıq. Allah'a şükürlər olsun. Əlbəttə ki, mənim qaynatamla qaynanamın qoyduğu qanunlar bizim evdə də işləyir. Bəli, bəli. Biz çalışırıq ki, onu davam eləyək. İndi necə üstəsindən gəlirik bilmirəm, amma çalışırıq ki, biz onu davam eləyək, bəli. Anamın qayğı keçdiyi qarşısında əriyirəm. Yəni, deyirəm ki, insan niyə bu qədər qayğı keçdi? Yəni, niyə özünü bu qədər fəda eləyir? Çünki belə bir insan həyatda biz görürük, insanlar yaşayırsa çox egoist insanlar da olur və özünü daha çox istəyən insanlar da olur. Əslində qalanda, məsələn, insan var ki, özünə vaxt ayırır, deyir ki, yox, mən istirahət eləyəcəm, uşaq da böyüyəcək, nə bilim, nəvə də böyüyəcək, nəticə də böyüyəcək. Mən amma özümə vaxt ayırmalıyam, özümə istirahət eləməliyəm. Amma mənim anam tam tərsinə özünü, deyərdim ki, həyatını bu qayğı keçdiyi ilə elə də davam eləyir, bu gün də daxil. Amma birinci özünü fəda eləyib atamın yolunda. Qadınlarım, bu bizdə bəlkə də genindən gəlmədi. Gözümüzü açıb biz ailədə həmişə bu cür rəftar görmüşük. Ailə başçısına, ataya, evin kişisinə həmişə bizdə xüsusi hörmət olur. Onun yeri gözlənilib, yolu gözlənilib. Yəni mən istəməsəm, yəni mən ona hörmət etməsəm, mən onu bir ailə başçısı kimi, böyük kimi görməsəm, bəlkə də bu dərəcədə alınmazdı, amma bizim ailədən də bu cür gözümüzü açıb belə görmüşdük. Ailədə bəli, onlar hamısı məni gözləyirlər. Mən deyim, son sözü bir şey olanda, amma mamanın, qənirənin sözü hamısından kəsərirdi. Olduğu kimi deyirəm. Qardaşlarım da məndən razılaşar ki, biz atamıza, anamıza öğüt nəsiyyət deməyim də istədiyimiz istəyimiz, tələbimiz özəlliklə budur ki, fiziki olaraq çox işləməyin, özəlliklə anam. Ondan sonra çox qayğı keçdiyə gərək yox. Bundan sonra özümüzə diqqət eləyin ki, biz də həqiqətən rahat ola bilək. Arzu eləyərdim ki, kaş Azərbaycanda bütün ailələr Vaqif müəllimin ailəsi kimi, Qənirə xanımın ailəsi kimi öz Azərbaycanlılığını yaşatmış olsun, öz dəyərlərini yaşatmış olsun və bu gələcək nəsillərə bir örnək olan ailədir. İnsan ömrü təkcə öz izi ilə ölçülmür. Bəzən o iz övladlarının addımlarında davam edir. Vaqif müəllimin oğulları atasından yalnız soyad yox, halallıq, ləyaqət və vicdan mirası alıblar. Onlar bu kənddə səs salmadan kömək edirlər. Bəzən maddi, bəzən mənəvi. Ən çox da vaxtlarını verərək. Yaxşılıq etdiyi yeri deyil, insanı xatırlayır. Belə övladlar atasının keçdiyi dərsi sözlə yox, əməllə davam etdirir. Biz kasıb yaşamışıq. Amma kənardan o özünü elə göstərmir. Hər kəs elə bilib ki, yəni biz sadə bir kəndçi ailəsi kimi, amma çox şükür hər zaman o bizi çalışıb ki, biz çətinlik görməyək. Biz həm o dövrdə həm ev tikmişik, həm 4 uşaq, 6 baş ailə idarə eləmişik. Eyni zamanda dalbadalda oxuyub, ali təhsil alıblar, yəni o tələbə oxutmuşuq. O tələbələr də oxuyub qutarana qədər yenə biz ev tikmişik, yenə qurmuşuq. Yəni o evin işi qutarmayıb. Kasıbçılıq idi. Müəllim maaşı da 90 manat, 100 manat elə bilirdik, dünya verilir bizə. Lotereya oynayırdıq. 10 ilə tikdik bax bu evi. O gördüyümüz evi
10 il loteriyanı yığıb bu evi tikmişik. Arxaya baxanda təəssüflənmirik ki, biz bu boyda əzab çəkdik, əziyyət çəkdik, yaxşı günlərimiz də oldu, çox çətin günlərimiz də oldu. Amma biz bu 4 evladın 4-ünü də oxutduq, ali təhsilli oldular. Oxutduq deyəndə onlar özləri oxudu. Yəni ki, bizim də ancaq istiqamət verdik, onlara yol göstərdik. Onun hansı zəhmətlə, əziyyətlə bu pulu qazanıb bu evi tikməsini görmüşəm. Onu uçurmaq elə də çətin bir şey deyil və onun yerində böyük bir imarət tikmək də bugünkü gündə ona bizim imkanımız çatır. Amma o hissləri mən yaşamışam və bilirdim ki, atamı mən qoymazdım ki, o şeylər, təəssüf hisslərini keçirsin. Övladlarınızdan razısınız? Çox razıyam. Məsələ, narazı hallarım da olur. Mən düzünü deyirəm. Amma axır yekunda görürəm ki, onların dediyi səhv, düzgündür. O da əhəmiyyət vermir, çıxır gedir. Anarda olur ən çox. Ondan çox razıyam. Buna görə ki, bütün bizim nəsli yaşadır bu. Onun ağrısını alıb. Amma onun da səhvi olur, o birinin də səhvi olur. Onları da yeri gəldikcə düzəldirik. Öz istiqamətində hərəkət edirlər. O, bugünkü gündə evladlarını belə gözəl günü görürsə, valideynin ondan önəmli heç bir şey yoxdur. Çünki valideyn üçün ən önəmli şey onun gələcəyidir. Necə ağacı barına görə saxlayırsan, bu ağac yaxşı bar verir. Evlad da valideyni mən barı hesab edirəm. Yaxşı kişinin də yaxşı evladı olar. Sən sağ ol. Anar instituta qəbul olandan sonra elə bil bizim yükümüzü çox azaltdı. Amma oxuyub qutarandan sonra Anar elə bil bizi o valideyn qayğısından azad elədi. O 4 qardaşlar, üçünə Anar həm ata oldu, həm ana oldu, həm qardaş oldu. Yəni bizim yükümüzü azaltdı. Anar müəllim öz atasını o qədər çox sevir ki, o bir balaca xəstələnmişdi 1-2-3 il bundan qabaq. Bütün həyatını deməli, işin gücün hamısını atasına həsr elədi. İnsan insana hörmət qoymalıdır. İnsan insanın o pis gününü arzulamamalıdır. Bu ailədə bu övladların arasında elə şey yoxdur. Yəni genetika elə budur. Uşaq gözünü açır həyatda, ailədə nə görürsə də onun uğrunda da mübarizə aparıb gəlib o istəyinə nail olurlar. 4 dənə oğlu onun əsgərləridir. Həqiqi mənada əsgərləridir. İsti də olsa, soyuq da olsa, qar da olsa, çovğun da olsa dəxli yoxdur. Atası dedikləri söz onlar üçün qanundur. Vaqif müəllimin ailəsi demək olar ki, Azərbaycan sayağı, Azərbaycan mentalitetinə tam uyğun gələn gözəl bir ailədirlər. Bu ailənin başqa ailələrdən bəlkə də biraz fərqi mən sizə deyim, bu ailənin bir-birinə olan mehribançılığıdır. Onların ailəsində hər şey öz yerindədir, ədəb, ərkan, hər şey. Yəni onların boya başa çatdığı övladlar bunu sübut eləyir. Məsələn, Anar müəllim kimi, onun qardaşlarından tanıyır. Belə bir övlad getirən ata-ana həqiqətən təqdirə layiqdir. Onun böyütdüyü gözəl evladlar da özü kimi həm səmimidir, həm doğrusuldur, həm haqqın tərəfidir, həm ev təəssübkeşidir. Yəni Vaqif müəllimin özünün müsbət xüsusiyyətlərinin hamısı evladlarla keçibdir. Atam mənim üçün bir kompasdır, bir dayaqdır. Onun varlığı mənim üçün əvəz olunmazdı. Məni o qədər gücləndirir ki, həm işimdə enerji verir mənə, həm özümün həyat tərzimdə məni daha güclü, daha qürurlu, bu şəkildə hiss edirəm özümü. Mən çox istəyərəm ki, mənim övladlarım elə atası kimi olsun valideynlərinə qarşı, anasına da qarşı,
Atasına da qarşı, qohumlara da qarşı, qardaşlarına da qarşı. Tək ki, mən həmişə onu istəmişəm. Bunlar bərabər bu evladları həqiqətən bu vətənə layiq evlad kimi böyüdüblər. Həqiqətən də qürur verici ki, belə evladlar var. Hər bir valideyn belə evladlarla qürur duymalıdır. Ürəyim doludur, fəxrlə doludur, fərəhlə doludur. O qədər xoşbəxt valideynik, o xoşbəxt ata. Mən də xoşbəxt anayam ki, zəhmətimiz itmədi, əziyyətimiz itmədi. Bizim evladlarımız istədiyimizdən də yüksək səviyyədə, hər sahədə onlar bizi sevindirdilər. Yəni biz heç vaxt arxaya baxanda utanmırıq. Bu kənddə hər hörmət ucadan deyil, bəzən bir salam, bir baxışla kifayətlidir. Vaqif müəllim bu yollarla çox gedib gəlib. Bu qapılar onun səsini tanıyır, bu insanlar onun sözünü xatırlayır. İllər keçib, dərslər bitib, amma hörmət bitməyib. Çünki bu hörmət qorxudan yox, illərlə səpilən sözün, verilən əməyin nəticəsidir. Papamın təşkilatçılığı həmişə yaxşı olur. Hansısa bir narazıçılıq kiminsə ailəsində, hansısa bir qohumların arasında bir narazıçılıq olanda, bir problem olanda həmişə deyirdilər ki, Vaqif müəllimi bir dənə gətirin bu işi aradan qaldırar, yəni dəstək olar. Və yaxud da hansısa bir xoşbəxtçiliyimi kimisə evində, ailəsində bir xoş gün qismət olanda, o elçilik barəsində də olanda həmişə gəldilər, deyirlər ki, bu işi Vaqif müəllim getsə bu iş məsələsini düzələr. Çünki o qapıdan girəndə ona həmişə hörmətlə, izzətlə yanaşırlar. Deyirlər da bu qapıya Vaqif müəllim gəlibsə, deməli bu xoşbəxtçiliyə dəyər. Həmişə elə olubdur. O qədər mən görmüşəm ki, kimin bir hər hansı bir kiçik problemi də olanda atamdan məsləhət almağa gəlirdilər. Mən onda baxırdım ki, deyirdim ki, o gələn insanların da evlərində ali təhsilli adamlar var, qohumları var başqa, daha atamdan böyük ağsaqqallar var. Həmişə düşünürdüm ki, niyə gedib onlardan bu məsləhəti almırlar, bu dəstəyi istəmirlər, atamın yanına gəlirlər. Mən sonralar onu özüm tərəfindən analiz elədim, dərk elədim ki, atam hər zaman bizə də deyirdi ki, sənin əməllərin danışmalıdır, sənin əməllərin insanlar üçün bir örnək olmalıdır. Elə insanlar olubdur, məsələn, atama görə onun həyatı dəyişib. Necə dəyişib? Məsələn, hansısa bir uzaq yola bir səfərə çıxıb ki, burada işləri alınmayıbdır, bir xarici ölkəyə gedibdir. Atam ona maddi cəhətdən də dəstək olub, mənəvi cəhətdən də gedib o insan, məsələn, istədiyi nailiyyətləri əldə edibdir. Ümumiyyətlə, insanlara bu eldə o qədər, həmişə çalışdığımız qədər hər birimiz hörmətlə yanaşmışıq. O da dediyimiz kimi bizə verilən tərbiyədən olubdur. Təsəvvür elə ki, öz zəhmətindən bağ becərib, onun o meyvələrini, onun 1 kilosunu öz ailəsinə verəndə 10 kilosunu qohuma, dosta, tanışa xeyrətçilik edib. Və bugün də o ömür gün yoldaşı Qənirə xanımla boya başa çatdığı 4 övladı sözün həqiqi mənasında Vaqif müəllimin o xeyriyyəçilik missiyasını çox gözəl davam eləyirlər. Biz kəndə gedəndə Vaqif müəllimin ancaq o söz olur ki, anar, kənddə filan kesin bir problemi var, bunu həll elə. Ya özü həll eləyir, özünün yəni əl çatmadığı, şəhərlə əlaqəsi olanda, anar, bunu həll eləmək lazımdır. Kənddə bir insana çətinlik var buna. Ancaq bu insan, yəni deyirəm də, xeyirxahlıq üçün gələ bilir ki, xeyirxahlıq üçün doğuldu. Biz burada heyvan saxlayırdıq, həyətimizdə bu təsərrüfatımız var idi. Bunu davam elətdirdi və bunu başladı özü kəsib, məcburən özü satmağa. Onun bir dəftəri var idi. O dəftərində borçlu, siyahıda olan insanlar var idi. Bu adam doğrudan mən baxırdım ki, bu artıq bu gördüyü işdən zərər eləyir. Çünki bunun o şeyi yox idi ki, geçsin kiməsə desin ki, sənin bu borcun var, sənin bu qədər verəcəyin var. Bunları o dəftərdə olan pullarını yıxsaydı, heç buna bundan sonra 10 il işləməyə ehtiyac yox idi. Mən gəldim, atama dedim ki, o dəftəri istəyirəm mən. Götürdüm o dəftəri, dedim ki, ata, bu dəftəri mən yandıracam. Belə tədirgin oldu, yox, necə yandıracaqsan? Dedim, ata, elə bilirəm ki, bunu sən o insanlara bir köməklik eləmirsən də. Özünün razılığınla onu yandırdıq, biraz təəssüflüdür. Amma onda gördüm ki, anam çox sevindi.
Anamda bir dənə o xasiyyət var ki, o da həmişə çalışıb ki, atamın o nüfuzunu qorusun. Anar əvvəla bu kənddə yolumuz var bizim. Bu yolu asfalt elədi. Mərkəzdən ayrılan yolu. Bir də Anar burada bir artizan vurdurub. O bütün cəmaatın hər işini görür olsun. Ondan əlavə Anarın elə dostlar, elə yoldaşlar seçib ki, bu kənddə özünə layiq uşaqlardır. Bu yaşda onlar bizə böyük hörmət qoyur. Anar mənim tək özü üçün yaşayan insan deyil. Ətrafını həmişə nəzarətdə saxlayır, ətrafa münasibəti, qayğısı, onları fikirləşməyi. O hər bir insanda olan bir xarakter deyil. Mən atama, anama nə eləmişəmsə, onların da mən evladlarım eləməsini arzu eləyirəm. Onlar da sağ olsunlar, eləyirlər və mən eləməsəydim, mənim haqqım yox idi onu evladlarımdan istəyəm. Biz bunu görürük həyatda. Sağlığında atasını, anasını yanında olmayıb, nə bilim, hansısa bir maddiyyat dalından qaçıb, illərlə gəlməyib, sadəcə telefonla danışıb, özünə borc bilib ki, hal-əhvalını tutub, bir də pul göndərməklə bu atasının, anasının qayğısını səhmək demək deyil. Hansısa bir xeyirxah iş görürsənsə onu sağlığında elə və yaxud özünü eləmək istəyənsə onu sağlığında elə. Bu doğrudan da çox önəmlidir. Mən bunu özüm üçün çox vacib bilirəm. Çox sevinirəm ki, yaxşı ki, bunların özümə düşən hissəsini bacardığım qədər bunları eləmişəm. Mən uşaqlarıma düzgünlüyü, daha doğrusu həyatın keşməkeşli yollarını yalnız və yalnız özümün mənfi saydığım xüsusiyyətlə nail olmuşam. Adamın ürəyi açılır belə gözəl təbiətə baxanda. Atam doğrudan da bu gün də daxil elə bir yol keçib, elə bir atamdan çox şey öyrənmişəm mən. Ailəmiz, mən və yaxınları, şagirdləri fərqli bir həyat yolu olub onun və çox vətənpərvər olub. Çox xalqına bağlı olan birisi olub. Vaqif müəllimin vətənpərvərliyi sözlə yox, əməli ilə ölçülür. Vətən təəssübü onun həyat mövqeyidir. Bir vaxtlar vətən dara düşəndə Vaqif müəllim ağsaqqal kimi mübarizədə öndə dayandı. Atamı qaçaq tərəfindən deyil də, haqq ədalət tərəfindən, qurtarıcılıq tərəfindən, yəni heç bir təzyiqdən çəkilməyib, qorxmayıb, sözünü deyən və onu əmələ tökən qaçaq nəbi xarakterinə bənzədərdim. Vaqif müəllim gözəl el təəssübkeşidir. Vaqif müəllim bu Erməni-Azərbaycan müharibəsində kəndə əsl ağsaqqallıq edir. Özəlliklə mənim dövrümə düşüb, həddi buluğa çatdığım dövrdən müharibənin başlanması, rus əskərlərinin çəkilməsi, bizim milli ordunun yaranması, orada atamın bir lokomotiv rolu, kənddə, kəsəkdə o ordunun yaradılması, atamın yön vermələri, nəinki insanlara, nəinki bizim ailəyə, nəinki hətta belə söyləyim, bu kənddə heyvanlara belə fərqli qayğı-keş görmüşəm. İnanın ki, silahlar atılır, bombalar partlayır. Bir nömrəli atam məsələn hər zaman heyvanları fikirləşirdi. O bağlanmış itləri, ondan sonra mal-qaranı, onları açıb buraxırdı. Yəni gizlənə biləcəyi, saxlana biləcəyi yerlərə gedirdi. Bizlər indi əqlimiz var, səngərlərdə qorunardıq, amma heyvanlar susuz qalması yox. Dediyim ki, bu tərz şeylər həmişə mənim ağlımda qalan olubdur. Mənim və mənlə bərabər bu kəndin bir qəhrəmanı kimi, şairlikdən öncə bir qəhrəmanı kimi xarakterizə eləyərdim. Birinci müharibədə
İnan ki, ürəyim sökülürdü. Çox həyati duyğularımın hamısı elə bir köçmüşdü. Çətinliklər çəkirdim. Amma ikinci müharibədə bircə dənə rayonumuzu o su qovşağıcığız alan kimi məndə əhval-ruhiyyə dəyişdi ki, həyatda doğrudan da bizim mövqeyimizi müdafiə eləyənlər var. Gördüyümüz gözəl yaşıllıqlar bizlə həmişə birgə olubdur. Bu erməni quldurları buradan qovulandan sonra Ballı Qayanın altında biz sərhəd qoymuşuq. Yəni post tutmuşuq, postumuz oradadır. Bütün bu qalan sahələrin hamısında olan gözəllikləri indi özümüz yavaş-yavaş dərk eləyib daha da artırırıq. Bu gözəlliklər qəlbə yatımdır. Bu gözəlliklər həmişə dildə, ağızda söylənəndir. Dərk edə bilməyən qoca dünyanı zaman ölçüsündə görür günahı. Əgər baş alıbsa insan tamahı, gör belə bəlaya zaman neyləsin. Dəyişə-dəyişə cılızlaşırıq, unuduruq, həddi yaman aşırıq. Düşünmədən həqiqətdən qaçırıq. Bizim düşüncəyə zaman neyləsin. Neşyan tərbiyəsi aşır həddini, narahat etməyib hələ hər kəsi. Kara da gəlməyib vicdanın səsi. Elə haqsızlığa zaman neyləsin. Xeyirxah işlərlə məşğul olanı, el üçün çalışıb eli ananı, hər şeyi anlayıb dərdi qananı, şeytan məhv eləyir, zaman neyləsin. Vaqif, bəlkə sənə heç deyil əyan, Süleyman mülkünü tamam puç sayan, bu dünya malından gözü doymayan, əgər olmayıbsa, zaman neyləsin. Nə vaxt hiss elədiniz özünüzdə ki, siz artıq yaza bilirsiniz? 10-cu sinifi bitirəndən sonra instituta girəndə bildim ki, mən yazıram. Bizim dövrümüzdə bu telefonda belə şeylər yox idi. Ünsiyyət ancaq məktubla idi. Mən Bakıda oxuyurdum, Vaqif müəllim də kənddə müəllim işləyirdi. Məktub yazırdı. Məktubların da həmişə sonunda çox da olmasa bir kuplet şeir olurdu. Yəni mən o vaxtdan bilirdim ki, Vaqif müəllimdə belə bir qabiliyyət var. Yəni bu sahədə get-gedə bu artdı, sonra da elə bir də baxdıq ki, Vaqif müəllim şair oldu. Əvvəllər biz bilmirdik ki, bu yaradıcılıqla məşğuldur, gecilindən məşğul olurmuş. Ancaq sirrini bizə açmırdı. Və nəhayət zaman gəldi ki, Vaqif müəllim artıq yaradıcılığını kitab şəklində nəşr elədirdi və bizə çatdırdı. Biz də başladıq, təbii ki, oxuduq. Bilirdim ki, Vaqifdə yaradıcılığa meyl var. Ancaq çox da elə təsəvvür eləmirdim ki, bu yaza bilər. Ancaq yazdı. Müəyyən keçmiş tarixi şəxsiyyətləri adı hamısını onların haqqında kitabda hamısını nəzmə çəkdim. Bütün kəndlərin çoxundan, elə bizim Akstafa rayonunda olan kəndlərin əksəriyyətindən onun qəhrəmanları var. Və onların da hamısının xüsusi hörməti var Vaqif müəllim. Çalışır, vuruşur, orada Vaqifin heç bir qazancı yoxdur. Sadəcə olaraq tarix yaradır. Buna görə mən müəllimə həm dostum kimi, həm də bir şəxsiyyət kimi təşəkkür edirəm. Vaqif, mən Elnurla Anaram toyundan sonra birinci dəfə onların evinə qonaq gələndə orada toyunuz mübarək şeiri yazmışdı. Çox gözəl şeir idi. Çox gözəl də bir məclis idi. Ağsaqqallar orada əyləşmişdilər, həm bizim tərəfdən, həm onlar tərəfdən. Nə yaxşı ki, mən onu videoya çəkmişdim, telefonda çəkmişdim. Həmin videonu telefonumda saxlamışam. Qanad açıb elə tez uçan qızım, qəlblərə nur saçan sönməz ulduzum. Bugün dilə gəlib kamanım sazım, səadət yolunda günəş ay olsun, deyər ki, toyunuz mübarək olsun. Mənim ünvanıma ilk baba deyən, böyükləri sevib qayğı göstərən, gözümüzdə övlad kimi böyüyən, səadət yolunda günəş ay olsun, deyər ki, toyunuz mübarək olsun. Biraz mən tez oxuyuram, yəqin bəlkə. Yox, yaxşıdır. Təbii yaratmış yaradan səni, ayırmaq mümkünmü qəlbən sevəni? Vəfalı ol, qoru təmiz eşqini, səadət yolunda günəş ay olsun, deyər ki, toyunuz mübarək olsun. Böyük qayğı göstər sevdiyin elə,
Ruzi bərəkət ol getdiyin evə, səmimi insanlıq qoy gəlsin dilə. Səadət yolunda günəş ay olsun, deyək ki, toyunuz mübarək olsun. Qaynata, qaynana, atan, anandır. Onların səsləri haqqa çatandır. Səmimiyyət göstər, hər şey qalandır. Səadət yolunda günəş ay olsun, deyək ki, toyunuz mübarək olsun. Bu eşkin camından təzəcə içən, sevilən güllərdən bir çələng seçən, Elnur ana aradı vüsala yetən, səadət yolunda günəş ay olsun, deyək ki, toyunuz mübarək olsun. Bu cür şeiri qoymamışam. Şey toyda qeyləsin. Mən bir hemcim eləyə bilmirdim. Mən gələndə bu ailəyə o yaradıcılıqla məşğul idi. O mənə bir şeir yazmışdı. İlknurum. Ailəmizin qızı İlknurum. O, məsələn, təkcə söz yığımı deyildi, təkcə gözəl misralar deyildi. Doğrudan da mən o şeirdə özümə qarşı olan istiliyi, məhəbbəti hiss eləmişəm. O həmişə də onu hiss elətdiribdi. Bizim zona aşıqpərəstlik, amma mən elə bunlar da hamısı görür ki, mən bircə muhamma qulaq asıram. Bir dəfə burada qonaqdılar onlar. Bu məni qonaq çağırmışdı Anar müəllim ki, gəlin bura. Arif abaya mənə zəng elədi ki, Nizam müəllim, görüşmək istəyirəm səndən. Mən deyim, Arif müəllim, görüşmək istəyirəm, tez hazırlaş. Maşın göndərirəm, gedək. Dedi, hara dedim, görəsən də. Arif müəllimi götdüm, gəldim mən özü bilmədən, həyat yoldaşı ilə bir yerdə, elə bunlar da bizi qonaq çağırırlar. Gəldi, burada düşəndə bunlar hamısı məəttəl qaldı. Bu Arif müəllimə dedi ki, Vaqif müəllim, Arif müəllim, yanında da bir dəfə bir konsertdə Rübabə xanımla siz nə isə oxuyurdunuz, orada bir boğaz elədiniz mən. Dedim ki, Vaqif müəllim, tam mənim sadəcə sözüm yoxdur. Baxdım, gördüm ki, bu ədəbiyyata, incəsənətə vurğun adamdır da. 30 il bundan qabaq bir də Arif Babayev hansısa konsertdə bir gözəl boğaz vurubdu. Bunu o saat ondan yadında qalıb və bu Arif müəllimi görən kimi bunların hamısını aşırı danışdı və mənə ləzzət verdi. Yazmaq insanın içindəki nəyin ifadəsidir? Yazmaq insanın içərisindəki mənəvi duyğuları, həqiqəti öyrənmək deməkdir, ən birinci. İkinci də yazmaq hər bir kəsin qəlbində, ruhunda yaxşılığa doğru, bütün ümumi yaxşılığa doğru olan prosesləri vermək deməkdir. Poeziya olan şey əvvəldən var idi, istəyi. Amma özünün yazmağını mən kitab çıxandan sonra mən bildim. Bu məni sevindirdi, əslində qalanda mən çox sevindim. Çox da məni təəccübləndirmədi, açığı deyim. Çünki onsuz da atam müəllim işləyib və hər zamanda böyük bir marağı olub və özü də Azərbaycan dili ədəbiyyat şünas olub. Bu formada o poeziya münasibəti və bu şeir yazmağı da tam bir-birini tamamlayır. Söz mənim üçün böyük hikmətdir. Söz mənim üçün qəlbin dəyəridir. Şeir hisslə demək olar. O hiss qəlbdə daim yaşayır. Hisslərlə, duyğularla yaşayıram. Qocalıq nə verdi və nəyi aldı? Qocalıq mənə ümumiyyətlə həyatın bütün dünya görüşümü, ondan sonra insanların yaxşı yaşamasını, mənfi rolda olmasını, ümumiyyətlə hamısını göstərdi və məndən aldığı şey qocalığın bu ayağım oldu, bu protezim oldu. Həmin protezə aid də bir şeir yazdım ki, qoy elə məndən də buna bir yadigar qalsın. Səbəb şəkər xəstəliyi idi, ona görə də ayağımı amputasiya elədilər belə. Babalar səhv qoymuş deyən bu adı, gecə-gündüz hey çəkdirir fəryadı. İnsanın quruyur qolu qanadı, bəşəri məhv edir bu mənfur şəkər. Ona şəkər demə, zəhərdir zəhər.
Qanınla oynayıb qanı qurudur. Hisslərini yığışdırıb hey udur. Əlini həyatdan tamam soyudur. Bəşəri məhv edir bu mənfur şəkər. Ona şəkər demə, zəhərdir zəhər. Nə qədər xalis bal qatsan zəhərə, yenə verməz istənilən səmərə. Bədəndə qalmayır sağlam əzələ. Bəşəri məhv edir bu mənfur şəkər. Ona şəkər demə, zəhərdir zəhər. Vaqif çox çalışır ola səmimi, onun da bu şəkər olub qənimi. Didib parçalayır sağlam genini, bəşəri məhv edir bu mənfur şəkər. Ona şəkər demə, zəhərdir zəhər. Özünüzdən sonra nə qoyub gedirsiniz? Özümdən sonra mənim 4 oğlum, nəvəm, nəticəm 12 nəfərdir. Elə onların da ürəyini ağrısını alayım, onları da sevirəm. Həyatda yalnız və yalnız mənəvi keyfiyyətlər, insanlıq, həyat tərzində həmişə irəliyə baxmaq, yaxşını görməkdir. Bəzi süfrələr yemək üçün açılmır. Onlar ömrün yığıldığı yerdir. Bu süfrənin başında bir insan yox, bir həyat oturub. Övladlar, gəlinlər, bacı-qardaşlar, nəvələr, hamısı bir yolun davamıdır. Burada səs var, gülüş var, xatirə var. Amma ən çox da isti sevgi var. Sözə çevrilməyən, göstərilməyən, sadəcə yaşanan sevgi. Vaqif müəllimin dərsi bəlkə də ən çox burada görünür. Bir ailənin bütövlüyündə, bir ömrün bərəkətində. Bizim qız evladımız yoxdur. Gəlinlər də çox sağ olsunlar. Hamısını. Gəlin yox, mən o bizi ailədə olaraq gəlin demirik. Onlar bizim 4 oğlumuz var idi, 4 də qızımız oldu. Şükür Allaha, xeyli qızım var. 12 nəvəm var. Bu 12 nəvənin oğlanlarımın hamısında qız evladı var. Onlar da elə bilir mənim qızlarımdır. Müəllim Vaqif, şair Vaqif, ata Vaqif, baba Vaqif. Bu titulların hansı sizə daha doğmadır? Vallahi, əgər bacarmışamsa, onların 4'ü də mənə doğmadır. Əgər bacarmamışamsa, onda 3'ünü heç olmasa mənim hesab eləyərdim. Birini o sonradan qazandığımda ola bilər ki, müəyyən səhvlər. Amma kənardan baxan daha düzünü bilir. Hamısından da razıyam, hamısı da bana layiq adlardır və özüm də o layiq adları axıra qədər yaşatmaq istəyirəm. Tanrıdan incidiyiniz vaxt olubmu içinizdə? Olmuyor, Tanrının boynuna yıxmamışam. O saat insanların tutar ki, mənə bir pislik eləyirlər, ay Allah desəm də, ürəyimdə mən onu tuturam. Çünki o adam mənə pislik eləyibdi, o adam məni bugünə qoyubdu, belə deyək. Amma Allah adında, Allaha qurban olum. Onun gücü çox böyükdür. Amma onun günahı yoxdur. Mənim özümün həyat kriteriyam var. İnsan əxlaqlı olmalıdır, Allahı sevməlidir, insan vicdanlı olmalıdır. Ondan sonra insan qohum əqrabasını sevməlidir, vətəni sevməlidir. Demək olar ki, Vaqif müəllim o kriteriyada başda oturan insanlardan birisidir. Azərbaycan balaca bir ölkədir də. Hər yerin yaxşısı var, pisi var. İndi oturursan da dostlarla, hər bölgədən olan insanlarla. Biz üçün indi söhbət düşür də ki, deyirsən ki, mənim misal üçün Vaqif müəllim mənim qudamdır. Belə də. Görürsən ki, o qədər yaxşı sözlər deyirlər ki, adam özü də fəxr eləyir ki, belə insanların çevrəsindəsən, evladın belə insanların çevrəsindədir. Vaqif müəllim biz düzgün insan kimi tanıyırıq. Haqqı sevən insan kimi tanıyırıq. Elin ağsaqqalı kimi tanıyırıq. Gözəl müəllim kimi tanıyırıq. Yəni, Azərbaycan ədəbi dilində nə qədər gözəl söz var, hamısı Vaqif müəllimə yaraşır. Böyük əməlləri var. Buna nə qədər ürəyimiz istəyir, o qədər can sağlığı istəyir. Amin, amin. Həyatda belə həmişə özün demişsən, balalarının xeyir işində ağsaqqal kimi oturub,
eldə, ovada da həmən nüfuzu saxlayır. Saxlayası da oğlandı. Allah canını sağ eləsin. Həyatda ən çox qorxduğum insanın pis əqidədə olmasıdır. Peşman olduğunuz an olub? Olubdur. Ailə söhbətidir, qohum əqrəbədə elə insan olubdur ki, məsələ, mən nəzərdə tutduğum səviyyədə olmayıb, tamam pis yola düçar olubdur. O da acısını görübdür özü. O, elə adamlarla münasibət qurmaq məndə peşmançılıq hissi yaradırdı. Nəyə bəsdir deyərdiniz bu həyatda? Hər şeydən əvvəl insanların belə aldadılmasına, insanların belə düşüncələrində o səhv fikirlərin, daha doğrusu gəncliyə doğru gedən yaxşı yolda, yaxşı ürəklə, yaxşı fikirlərlə yaşamağı onlara tövsiyə edərdim və onların pis əqidələrini bir daha pisləyirəm, bəs deyərdim. Bəzən insan iz qoyduğunu özü bilmir. Sadəcə yaşayır, öyrədir, sevir. Vaqif müəllimin ömrü böyük sözlərlə yazılmalıdır. O sadəcə müəllim oldu. İnsan yetişdirdi, sözə dəyər verdi, sevgini qorudu. Bu kənddə onun səsi indi də eşidilir. Amma söylədikləri hələ də yaşayır. Şagirdlərin yolunda, ailələrin yaddaşında, budaqların sükutunda. Bəzi dərslər var ki, siniflə bitmir, zamanla davam edir. Vaqif müəllim bu gün dərs keçmir. Amma onun dərsi hələ də davam edir. Səssiz, amma dərin. Gebari. Tamam. Şimdi şunu. Dünya görmüş bir insansınız. Xalqımızın ziyalısısınız. 80 yaşınız var. Hər bir insana arzu eləyəndə, dua eləyəndə deyir ki, səni görüm 100 il yaşayasın. 100 il yaşamağa dəyərmi? Mən yalnız onu bilirəm ki, sağlam olub cəmiyyətin bütün işlərinə yarayırsa, həqiqətən 150 ildə yaşamaq olar. Axşamınız xeyir olsun. Bugün Şah Vüqarla bax bu tatlı kəndində məhlədik, 80 illik yubileyindik. Hörmətli Vaqif müəllim. Vaqif müəllim, yubiley gününüz mübarək olsun. Vaqif müəllim, mən sizi 80 illik yubileyiniz münasibilə təbrik edirəm. Sizə yaşadığınız həyat kimi gözəl, şərəfli günlər arzulayıram. Nəvələrinizlə, qohum əqrabanızla bir yerdə. Hesab edirəm ki, siz özünüzə nə arzulayırsınızsa, biz də onu arzulayaq.
Vaqif müəllimin hər şeyi var. Yaradıcılığı var. Yaxşı ailəsi var. Yaxşı övladları var. Yaxşı dolanışıqları var. Vaqif müəllimə bizə onların üstündə can sağlığına rəhbərlik eləməyə arzulayır. Allah ona can sağlığı versin, 100 yaşasın. Qənirə xanımla həmişə bir yerdə olsunlar. Ən kiçik nəticəsi Ceylanın toyuna Allah Taala Qənirə xanımla bir yerdə onları qismət eləsin. O toyda sağlam iştirak eləsinlər. Həmişə övladlarına baxıb sevinsinlər. Necə deyirlər, bala bəxtəvər olsunlar. Arzu eləyərdim ki, mənim qardaşım belə gördüyüm o 67-ci ildəki institut bitirib bizim kəndə müəllim gəlib, o ruhda, o səviyyədə, o vəziyyətdə görürüm. Həmişə Vaqif müəllim Cövhərdə, həmişə bizim dayağımız olsun, böyük qardaşımızdır. Mənalı ömür arzu edirəm. Evlatlarından nətər ki, Usad, Yarif arzu edirəm, davamlı olsun. Ədəbiyyat qədər bir ömür, poeziya qədər bir ülvü, xalq sevgisi kimi əbədi sevgi sənə arzulayıram. Doğum günün mübarək, əziz qardaşım Vaqif müəllim. Vaqif müəllimin bundan nə gözəl gün ola bilər. Allah daha da uzun ömür versin, sağlam can versin. Evlatlarını belə gününə qoy, həvəslə yaşasın. Peyğəmbərimizdən hədisdir ki, valideynin üzünə saatlarla baxmaq belə insana cənnət qazandır. Atamı təbrik edirəm. İnşallah atamın çox böyük arzumdur 100 illiyini keçirək. Ancaq indi ona mən can sağlığı anımla bir yerdə arzu edirəm. Qoy Allah onları xoşbəxt eləsin. Allah Taala onları bizim üstümüzdən ənsəyə eləməsin. Biz fəxr edirik ki, bizim belə bir valideynlərimiz var. Öpürəm, təbrik edirəm atamı. Hər bir kaprizlərinə qatlanmışıq, qatlanmaq da borcumuzdur. İndən belə də qatlanacaq. Yetər ki, o sağlam olsun, yanımızda olsun. O bizim kökümüzdür. O bizim ailəmizin kölgəsidir. O bizim ailəmizin sütunudur. Allah ona sağlam, xoşbəxt, gözəl ömür versin. Ən böyük ümidlərimizi doğruldan nəvələrimizdir. Həmişə onlara da arzulamışam ki, ataları kimi evlad olsun. Vaqif müəllimi də məni də onlar sevindirsin. Vaqif müəllim ən böyük arzum elə odur. Sağlamlığı birinci, bir də ki, o nəvələrdən də evladları qədər sevinsin. Mən atama uzun, sağlam ömür arzulayıram. Mən atamla fəxr edirəm. Yaxşı ki, varsan ata. Bundan sonra da Allah nə qədər ömür veribsə, onu sağlam yaşamağı arzulayıram. Bizim dövlətimiz də, bizim xalqımız da həmişə belə məclislər olmağını istəyir. Mənəvi dünyamıza, milli dəyərlərimizə xidmət edən bu cür görüşlərin olmağı çox vacibdir. Azərbaycan Yazıçılar Birliyinin yubilyarımıza ünvanladığı təhrir fərmanı icazənizlə yubilyara təqdim etmək istəyirəm. Zəhmət keçsən, qayğı keçsən, el ovaya bir dayaqsan, övladlara uca dağsan, var ol səni bizim Vaqif. Qənirədir nur işığın, evladların halal qayən, hər addımın qoyucasın, var ol səni bizim Vaqif.
biraz üstündə çalışıb atama bir şeir əsr elədim. İcazə versəz, elə biləm onda telefonda qeyd eləmişəm. Bu tatlı kəndinin abu-havası çatdırıb bu boya, bu başa səni. Müəllim müqəddəs bir kəlmədir. Hamı bu cür sevir birbaşa səni. Zəhmətlə ev qurdun, başdan düzəltdin. Pisliyə qarşı istehkam düzəltdin. İnsan yetişdirdin, adam düzəltdin. Əməlin qaldırıb o başa səni. Ürəklər sevginlə zəhid olubdur. Öğüt verdiklərin igid olubdur. Nə qədər tələbən şəhid olubdur. Göylərdən edirlər tamaşa səni. Tərbiyə, mərifət qanında olub. Kişilik, cömertlik canında olub. Qənirə anamız yanında olub. Qoymayıb həyat sala təlaşa səni. Allah da sevgini evə veribdir. Hər nə verib sevə-sevə veribdir. 4 oğul 12 nəvə veribdir. Tutub zərxəraya qumaşa səni. Banu və Ceylan var 2 nəticən. Bir arzu da deyim olum xətircən. Bir Vaqif adında olsun kötücən. Ömür çatdırsın adaşa səni. Özün də söz şair xəbərdarısan. Vaqifsən əlinin yadigarısan. Ata qəlbimizin iftixarısan. 80 il nədir ki 1000 yaşa səni. Vaqif müəllim, 80 yaşın mübarək. Hamı bilir, yaxşı gündür, gün bu gün. İlahinin qismətinə çox şükür, tamamladın 80-ını sən bu gün. El oba içində ucadır başın, Qənirə xanımdır ürək sirdaşın. 53 ildir olub ömür yoldaşın, hamıdan çox o xoşbəxtdir şən bu gün. Qismət olsun obaya toy, elə toy, hər kişiyə qismət olmur belə toy. Qızıl toy sayılır, ha, belə toy, hamıdan çox özün danış sən bu gün. Həm ad günü, həm də gəlmiş ki toya, qohum qardaş düzülübdür boy boya. 4 oğlum var, hər birisi bir qaya, nəvələrin kəndə salıb ün bu gün. Dost tanışlar hamı verib səs-səsə, güldən ağır söz deyilmir heç kəsə. Bu məclisə şeir qoşdum mən bugün, Vaqif müəllim 80-ını tamamladan sən bugün. Üstünüzdən əsdi külək, üstünüzdən əsdi külək, şən zarafat şirirkən. Siz mehribanım, siz çox mehriban, ailəsiz gəlin dostlar. Siz mehribanım, siz çox mehriban, ailəsiz gəlin dostlar.
ayların toyuna Əziziməm oyna, oyna baxıb boyuna O gün olsun biz gələn Oyna yarım güləşsə, oyna canım güləşsə Gəl çıxaq çəmən üstə, güllərə dəstə dəstə Oyna yarım güləşsə, oyna canım güləşsə Gəl çıxaq çəmən üstə, güllərə dəstə dəstə Başıca gezdim eller içinde Bir ana torpağa baş eğdin ancak Həmişə güc aldın elin gücündən Səni də ucaldı bu el bu torpaq Həmişə güc aldın elin gücündən Səni də ucaldı bu el bu torpaq Gözün aydın olsun Kalbin eşkle dolsun Ömrün uzun olsun Ey büyük insan Gözün aydın olsun Kalbin eşkle dolsun Ömrün uzun olsun Ey büyük insan Yaxşılığa denir Kalbinin simi Işıqlı sevgidir Arzun muradın Yazda çiçek açan Çöl çemen kim İnsanlar sevinir Gelende adın Yazda çiçek açan Çöl çemen kim İnsanlar sevinir Gelende adın Bir ömür halallık izledi seni Temizliği neciblik saf kanındadır Senin bütün gücün, bütün güdretin Saflığa düzlüğe inamındadır Senin bütün gücün, bütün güdretin Saflığa düzlüğe inamındadır Gözün aydın olsun, kalbin eşkle dolsun Ömrün uzun olsun ey büyük insan Gözün aydın olsun Kalbin eşkle dolsun Ömrün uzun olsun Ey büyük insan Gözün aydın olsun Kalbin eşkle dolsun Ömrün uzun olsun Ey büyük insan Gözün aydın olsun Kalbin eşkle dolsun Ömrün uzun olsun